Davamlı şəkildə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edən Ermənistan elə sülh danışıqları ərəfəsində növbəti dəfə təxribatlara əl atdı. Ötən gün ard-arda ordumuzun mövqeləri atəşə tutuldu. Bəs Ermənistanın təxribata əl atmasında məqsəd nədir və bu cür gedişat sülh prosesinə necə təsir edəcək? Ermənistan tərəfinin atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərini atəşə tutması bölgədə gərginliyi yenidən artırıb. Bu vəziyyət xüsusilə sülh müqaviləsi imzalanmaq üzrə olduğu bir vaxtda daha da mürəkkəbləşir. Sərhəddə təxribatlar həmin saziş üzrə layihənin yekunlaşmasının açıqlanmasından sonra baş verdi və ardınca isə, yəni təxminən eyni vaxtda isə Nikol Paşinyan, Rusiya prezidenti, Fransa prezidenti və İran prezidentlərini həmin məsələ ilə bağlı məlumatlandırdı. Sülh gündəmi ilə bağlı Nikol Paşinyanın 3 ölkə üzrə telefon trafiki onu göstərir ki, Ermənistan hələ də sülhə tam olaraq sadiqliyini böyük ölçüdə göstərə bilmir. Ermənistanın əsas məqsədi regionda İran, Rusiya və Fransadan ibarət sövdələşmə üçbucağı yaratmaq və özünü həmin sövdələşmə üçbucağının içərisinə daxil etməkdən ibarətdir. Siyasi şərhçi İlyas Hüseynov deyir ki, Azərbaycanın mövqelərinin atəşə tutulması onu deməyə əsas verir ki, bir tərəfdən Ermənistan tərəfi qeyri-səmimidir, digər tərəfdən regionda maraqları olan dövlətlər sülhü, təhlükəsizliyi, sabitliyi istəmir və Ermənistan vasitəsilə regiona nüfuz edir. Ermənistan ilk növbədə ordu mənsubları arasında islahatlar həyata keçirməli, casus şəbəkəsini müəyyən etməli və bu segmentdə amansız davranış nümayiş olunmalıdır. Yarımçıq sülh və yaxud sülhə dair istənilən yarımçıq addımlar tamamilə yol verilməzdir və məhz atəşkəs rejiminin pozulması ilə bağlı hazırki vəziyyət də onu deməyə əsas verir ki, Ermənistanın sülhə dair aydın, açıq mövqeyi ifadə olunmalıdır. Ekspertlərin fikrincə Ermənistanın qeyri-sabit davranışı sülh müqaviləsinin gələcəyini sual altına qoyur. Azərbaycanın mövqeyi isə aydındır. Ölkəmiz sülh prosesinə sadiqdir. Lakin eyni zamanda öz təhlükəsizliyini təmin etmək üçün bütün lazım addımlar atmağa da hazırdır. Fidan Səfər, Əsgər İbrahimli, SPX xəbər.